Mən onu ilk dəfə iyun ayının 28-i gördüm. Ona baxanda mənə elə gəldi ki, qarşımda bir mələkdir yanım. Mən səni sevirəm, Vaqif. Vaqif Eyvazoğlu Fətəliyev. Avqustun 2-dən 3-ünə keçən gecə öz bağında xəncərlə qətlə yetirilib. O bıçaqlardan birini xanımın əlində görmüşdüm. Olub belə bir şey. Yuxu görmüşdüm. Yəni, nağıl danışırıq, yuxu görmüşdüm. Güya onlar bir-birlərini sevirmişlər. Kim? Səmədlə Lalə. Mənə elə gəlirdi ki, Səmədin ondan xoşu gəlir. Qətiyyən. Deyilənlərə görə axırı vaxtlar tez-tez mübahisəniz düşürmüş. Gözümün içinə bax, danış da, nəyin çatmır? Nə qədər Səməd qaçıb aradan çıxmayıb, tutaqsa da çıxır. Mən yavaş-yavaş dəli olmağa başlayırdım. Niyə? Bu saat deyməyək. Xanımınız özünü asmaq istəyirdi. Onu mən öldürmüşəm. Necə tanış eləmsən onları? Səsini kəs, küçük. Mən belə işləmişəm. Amma səbəb yarı Lalə özü olurdu. Olmaya Lalədən şübhələrsiniz. Açaq. Elvar müəllim, zirzəmiyə gəlin! Rüfət Hüseynzadə? Bu həmin yazıcı deyil. Nə qədər ki, vaxt var çıxarıb lazımdır. Xəbər apararım Süleyman'a. Hadisədən 1-2 gün əvvəl xəncərlərin hamısı yerində idi. Hansı? Divardan asılan xəncərlər. Qəstəyi bəzəkli. 20